Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün yanvar ayının 19-u, həftənin bazar ertəsi günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. İcra başçısının müavini ərinin videosuna görə ərizə yazıb. Söhbət hansı rayonun icra başçısından gedir? Füzuli rayonun icra hakimiyyətinin başçısından. Bəli, Aliyevin ictimai, siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının TikTokda qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib. News 365 AS saytı xəbər verir ki, eyni zamanda icra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib. Həmçinin söyüşlərdən də istifadə edib. Onun bu hərəkəti müzakirələrə səbəb olub və haqlı olaraq sərt tənqid edilib. Məsələ ilə bağlı Füzuli rayon icra hakimiyyətindən bildirilib ki, sürücü vəzifəsində işləyən Habil Eyvazov uzun müddətdir ki, bizdə çalışmır. Bugün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq deyə icra hakimiyyətindən bildirilib. Hər bir bal sevən, baxın, bu balın dadına mütləq şəkildə alıb baxmalıdır. Çünki əsl bal yeyən insanlar əgər bilirlərsə təbii bal necə olmalıdır. Ona görə də bu cür ballardan kim istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlasın. Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pozul olacaq. Bir şey də mən qeyd edeyim. Mən verən balın tərkibində əgər qatı çıxarsa, mən onun pulunu 2 qat geri verəcəyim. Mən aracı vidadi olaraq bu sizə verdiyim zəmanətdir. Balındakı möhtəşəmliyi göz qabağındadır. Hər biriniz zəng eləyin, sifariş eləyin.